Dim test toplusu, polimerlər bölməsi, səhifə 316, 38-ci sual. Hansı polimerlər əridikdə onların xətti molekul arasında kimyəvi qarşıtı təsir baş verir? Yəni, bu termoreaktiv olmalıdır. Termoreaktivlər hansılardır? Kimyəvi tərkibi dəyişirsə, ərimədən parçalanırsa, düzdür, qızdırdıq. Onların xətti molekul arasında kimyəvi qarşıtı təsir baş verir. Hə, yəni parçalanma gedir də. Bu termoreaktiv. Deməli, burada hansı olacaqdır termoreaktiv? Ərimədən parçalanır, tərkibi dəyişir. Fenol formaldehid qətranı, teflon, bir də rezin. Bəli, deməli, burada cavab yalnız 3-dür. Bunlar isə termoplastikdir. Bunlar amma tərkibi dəyişmir. Yalnız 3 B variantıdır. 44-cü sual. Termoplastik xüsusiyyətlərə malik olduğu üçün poliminin xlorid istehsalında xlordan yanacağa əlavə edilən qatqı maddələrini və florlaşdırılmalı olan üzvü birləşmələrin istehsalında isə brondan istifadə olunur. Zavodda gündəlik olaraq 3550 qram xlor və 3200 qram brom sərf olunduğunu bilərək istifadə olunan halogenlərin bizə əsas buradan belə lazımdır. Deməli, xlorun emeri 71-dir və bromun da emeri 160. Şimdi burada xlor 3550 qramdırsa, bu neçə mol deməkdir? 3550-ni bölürük 71-ə. 50 mol. Brom da 3200 qramdır. 3200 qramsa, bu da neçə mol deməkdir? Yəni 3200-ü bölürük 160-a. 20 mol. Yəni burada molları tapılır. Cəmi neçə mol elədir? Bəli. Cəmi 70 mol. Əllinci sual. Polimerləşmə reaksiyasının çıxımı 80%-dir. 20 mol vinil kloriddən neçə qram Y maddəsi alınır? Yəni, götürülmüş 20 mol vinil kloridin 80% reaksiya daxil olur. Neçə mol reaksiya daxil olur? 20 moldan, bəli, 20 molun, deməli, 80%. 16 molu nədir? Polimerləşir. O 16 molu polimerləşir. Və bunun polimerləşməsini yazırıq. Vinil kloridin polimerləşməsi polivinil klorid alınır. Belə. Bu yəni 16-dır da. Bunun da neçə qram olduğunu tapılır. Y maddəsi budur. 16 vurulsa 62,5. Neçə edir? Dördüncü sual. Dehidrogenləşmə reaksiyasının çıxımı 50%, polimerləşmə reaksiyasının çıxımı 80%. Məsələn, birinci dehidrogenləşmədir. Etanın dehidrogenləşməsi. Etilen alınır. 1000 mol etan götürülür. Təbii ki, 1'ə 1'dirsə, 1000 mola da 1000 mol alınır.
Bu 100%'dir. Amma çıxım nə qədərdir? 50%. 50% çıxım deyilsə, onda bu olacaq 500 mol. Sonra bunun polimerləşməsi 80%. Yəni götürmüş bu 500 mol, hə? 500 mol etilenin 80%, yəni neçə molu? 500 molun 80%. 400 molu polimerləşir. Bu da polimerləşdikdə polietilen alınır. Yəni polimerləşmə dərəcəsi 400 olur. Bu da neçə kiloqram edir? Bunun da molekül kütləsi 28. 28 vurulsun 400. (11.200 qram). Kiloqrama çevirsək 11,2 kiloqram. Səhifə 322, 56-cı sual, kaçıqlar. Birinci butadiyen strok kaçıqı yazırıq. Söz yazma, butadiyen strok kaçıqı. Yəni belədir. Butadiyen strok kaçıqı. Polimerləşmə dərəcəsi A-dır. Molekulunda karbon atomları sp2 hibrid orbitallar. Neçə karbon sp2 hibrid vəziyyətdir? Məsələn, sp2, bir də bunlar sp2'dir. Yəni cəmi neçə karbon? Hə, CH2 yox, başlayın. Aha, CH'lar. Cəmi neçə karbon sp2'dir? 8. 8A deməli karbon sp2'dir. Yaxşı, bu olsun ikisi. Sonra ikinci polizopren. Polizopren yazırıq. Yaxşı, izopren kaçıqı. Bunun polimerləşmə dərəcəsi 2A. sp2. Burada 2 karbon sp2'dir. Yəni bu da 2A. Bırak 2 karbon sp2. Yəni 4A karbon sp2. Bu da Y''dir. Sonra N lifi. NH, CH2 6 dəfə, CO. Bu da 2A'dır. Burada bir karbon sp2'dir. Bu da ne olacaq deməli? 2A karbon sp2. Bu da Z'dir. Bu 8A, bu 4A, bu da nədir? 2A. Hə, indi münasibətə baxırıq. İkiz 8A'dır. Hə, 2-8A, Y4A, Z2A. Yəni ikiz Y''dən nəsə çox? 2Y, 4, Z deyirik. Bəli. B bəndi.
58. Polimerləşmə dərəcəsi eyni olan lafsan, polistirol və təbii kaçıq. Məsələn, birinci lafsan. Lafsan necə yazıq? O, C, C6, H4, COO, CH2, CH2. Bir də O. Polimerləşmə dərəcəsi eynidir, N'dir. Aha, burada hidrogen sayı neçədir? 8'e. 8'in hidrojen var. Polistirol. Polistirol. Polimerleş. Burada neçə hidrojen var? 8. 8'in hidrojen var. Təbii kauçuk. Yani izopren kauçuku. Burada neçə hidrojen var? 8'e. Bəli. Yani hidrojenlerin sayı eynidir, dəyişmir. Eyni olduğu için moleküler kütleden aslı değil. Ya ben de. Səhifə 324, 68. Polimerləşmə dərəcəsi 3000 olan butadiyen kauçukunun tam hidrogenləşməsinə alınan polimerin orta mesela butadiyen kauçuku yazırıq. Polimerləşmə dərəcəsi 3000'dir. Bunun da hidrogenləşməsi. Təbii ki, məsələn, hidrogenlər birləşir karbonlara, hidroksidi qırılır. Alınır əslində polietilen. Butadiyen kauçukun polimerləşməsində polietilen alınır. Burada da 3000'dir. Belə yazır. Bu polietilendir. Bunda moleküler kütlesi neçədir? Altını vurup neye? 3000'e. Neçəliyi? 168.000. Yetmiş. Deməli, butadiyen 1,3. Butadiyen 1,3 yani C4H6. Ve istrol. İstrol da C8H8. 2 molun 1 mol nisbətində daxil olur. 2 mol 1 mol nisbətində daxil olanda, yəni polimer alınır. Mesela 2 mol butadiyen 1,3. Deməli, 54'ü vuruq 2'ye. 108. Bu da 104. Cəm neçə edir? 212 gram. Aha. 106 kilogram alınırsa, onda neçə kilogram istrol olar? Bəli. Neçə?
52 kiloqram. Liflər bölməsi səhifə 329, 60-cı sual. Deməli, enant lifi. Yazırıq enant lifini. CH2, 6, CO. Bunun polimerləşmə dərəcəsi A-dır. Karbon atomlarının sp3 çevir. sp3, bəli. 6 karbon, 6A sayda karbon. 6A sayda karbon sp3 çeviri çevəcəkdir. Bu olsun ikisi. Polisterol. CH, CH2, C6, H5. Bunun polimerləşmə dərəcəsi 3A-dır, sp3. 2, deməli 2 karbon sp3'dir. 3A vurulsun 2 karbon sp3. 6A karbon sp3. Y. Poliizopren. Polimerləşmə dərəcəsi 2A-dır. sp3. Bu da sp3, bu da sp3. Deməli 3 karbon sp3'dir. Yəni 3 vuraq 2A. Yəni 6A karbon sp3'dir. Yəni üçü də bir-birinə bərabərdir. C variantı. Seksen. Lafsan lifində 1 molunda 12 kiloqram hidrogen var. 12 kiloqram, yəni 12.000 qram deməkdir. Lafsan lifi. Yaş. Bunun polimerləşmə dərəcəsi. İndi 1 molda neçə hidrogen vardır? Normalda neçə hidrogen? 12 enda, hə? Yəni hidrogen nisbi atom kütləsi 1-dir deyə. Yox, burada neçə hidrogen var? 8, hə. 8 N hidrogen bərabərdir 12.000-ə. N bərabərdir. Bəli? 1500. Bəli, polimerləşmə dərəcəsi 1500. SSNK. Deməli, polimerlər, enant. Enant yazırıq. Polimerləşmə dərəcəsi N-dir. Metilin qrupu sayı, yəni CH2-nin sayı nə qədərdir? 6. 6 N sayda metilin qrupu var. Yəni bu ikisidir. Lafsan lifi.
Hı -hı. Hı -hı. Burada neçə dənə metilin qrupu var? 2 dənə. Yəni 2N CH var. Bu da Y-dir. Onda X'in Y olan nisbəti nəyə bərabərdir? 6N bölünsün 2N. Çək. Doksan altı. Deməli, burada neylon lifi. Elementlər halqasında hidrogen sayı hamısında eynidir. Birinci neylon. Neylon lifi. Heksametilin diamir. CH2 4. CO. Yaxşı. Burada polimerləşmə dərəcəsi N'dir. Burada neçə hidrogen vardır? 22. Deməli 22N hidrogen var. Bu da A'dır. A'nın qiyməti 22N'dir. A'nın qiyməti 22N'dir. Kapron lifi. Polimerləşmə dərəcəsi X'dir. Burada neçə hidrogen var? 11. Deməli 11X bərabərdir A. Yəni A nəyə bərabərdir? 22N. Onda X nəyə bərabərdir? 2N. X'in qiyməti 2N'dir. Polietilen. Polimerləşmə dərəcəsi Y-dir. Hidrogen sayı neçədir? 4Y. 4Y hidrogen bərabərdir neçə? 22. Y bərabərdir neçə? 5,5N. Sonra polivinil klorid. Klorpre. Poliklorpre. Polimerləşmə dərəcəsi Z-dir. Yaxşı, burada neçə hidrogen var? 5. 5Z bərabərdir 22, yəni A'ya. Z nəyə bərabərdir? 4, onda 4N-ə. Yaxşı, onda belə çıxır ki, X, deməli X neçə oldu? 2N. D-dir. Y, deməli 5 onda 5N-dir, C-dir. Z də 4 onda 4N, Y-dir. 1D, 2C, 3 nədir? Y.